Salamlar, hər birinizi xoş gördük, dəyərli izləyicilərim. Bugün sizə belə bir sürpriz eləmək istədim. Yeni bir fonda, yeni bir görkəmdə video çəkmək istədim sizlərlə. Burada təbii ki, hər zamanki kimi ilk öncə salamladığım izləyicilərim var, xüsusi abunəçilərim var və çox dəyər verdiyim abunəçilərim var. Birinci onların adlarını çəkəcəm, onlara dərin, qucaq dolusu salamlarımı göndərəcəm. Deməli, Əskərli Fatimə. Hər zamanki kimi gördüyünüz kimi Fatimədən boluq. Fatiməmiz çoxdur. Allah hamısını qorusun. Əskərli Fatiməyə salamlarımı göndərirəm. Hüseynova Mələk. Bəzən ola bilsin ki, hansısa soyadda, adda səhvlik eləyə bilərəm, amma nə yazmısınızsa o görə də, yəni bura qeyd edirəm. Allahverdiyeva İnci, Həsənli Hüseyn, Piriyev Ramiz. Buradan dəyərli, çoxlu salamlarımı göndərirəm. İsmayıllı Xədicə qızıma, Səfər Əliyev ağa, Məmmədli Aylin, Aksana Quluzadəyə salamlarımı göndərirəm. Qucaq dolusu salamlarımı göndərirəm. Aslanova Rəhmi, çox maraqlı bir adı var bu qızımızın. Bəşirova Dəniz, Sadıqlı Fatimə, yenə Fatimə. Fatimələr boldu, maşallah. Yusupova Türkan, yəni ümidvaram bu adı səhv yazmamışam, bu soyadı Yusupova yazmışdınız, mən də belə qeyd elədim. Yəqin ki, bu qaydadadır. Cavadova Ənava, Ağalarova Fatiməyə, yenə Fatiməmiz, Əsədli Yusif, Səfərli Bayram və Gülay qızımıza buradan salamlarımı göndərirəm. Bir də bunu sona saxladım ki, yəni xüsusilə qeyd edeyim, Laçın rayonu Cəfərov adına tam orta məktəb olan bu məktəbin daha doğrusu şagirdli Elşadlı Mətləbə, yəni bu məktəbin şagirdi olan Elşadlı Mətləb balama salamlarımı göndərirəm və məktəbə də salamlar buradan bizdən gəlsin. Dəyərli izləyicilərim, hər birinizi çox sevirəm. Mənə dəyər verdiyiniz üçün çox şadam, çox sevinirəm və inanıram ki, videolarımı yəni gördükcə, sizin o paylaşdığınız sözləri, fikirləri eşitdikcə ki, videolarıma dəyər verirsiniz, o zaman daha həvəsli şəkildə video çəkmək istəyirəm. Kim şəxsi sualı varsa, kim əgər orada statusda paylaşmaq istəmədiyi sözlər varsa, bizim həm Telegram səhifəmiz var, həm daha doğrusu Instagram səhifəmiz var. Hər ikisində kanalımıza abunə ola bilərsiniz. Orada istədiklərinizi yazıb, nə istəsəniz soruşa bilərsiniz. Hər birinizi çox sevirəm. Gəlin keçək dərsimizə. Bir də ki, burada kimlərin adlarını çəkmədimsə, nəzərinizə alın ki, son qeydlərimi etdikdən sonra videonu çəkmişəm. Ona görə ola bilsin ki, həmin deməli, uşaqlar, həmin izləyicilərimiz qalacaq növbəti dərsimizdə tezliklə paylaşacağım. Hər birinizin adını, bax bu ürəyin içərisində, bu şirin şəkər ürəyin içərisində yer ayıracağım həmin adlara da mütləq. Sizləri çox istəyirəm. Keçək dərsimizə. Görək bugün dərsimiz nə olacaq? Deməli, bugün Novruz şənlikləri mövzusu olacaq. Azərbaycanın milli bayramı haqqında səhifə 48-ci dərsdə toxunacaq. Bugün dərsimiz çox qısadır, həm də ki, maraqlı bir dərsdir. Çünki Azərbaycanın milli bayramından, adətindən, ənənəsindən danışacaq. Hər birimizin bildiyi bir şeydir, çətin bir şey yoxdur. Bunu özümə borc bildim ki, çəkim. Əslində, bunun nə tapşırıqları çətin deyil, nə dərsi özü çətin deyil. Sadəcə olaraq, yəni milli bayramımız olaraq bunu sizlərə mütləq keçməliydim. Videomda yəni bunu paylaşmalıyam xüsusilə. Deməli, Novruz Azərbaycan xalqının ən qədim bayramlarından biridir. Azərbaycanda bayrama hazırlıq 4 həftə əvvəl başlayır. Biz bilirik də 4 həftə əvvəl nəyə görə başlayır? Hər çərşənbə axşamı bayram kimi qeyd olunur. 4 çərşənbə var. Birinci çərşənbəmiz olacaq nə? Su çərşənbəsi. Su çərşənbəsi adətən havaların isinməyə başladığı, çaylarda buzların əriyərək çaya qarışdığı vaxtla üst-üstə düşür. İkinci çərşənbəmiz, bunu əzbər bilirik, bilirəm ki, o çərşənbəsidir və o çərşənbəsi bu gündən başlayaraq, yəni həmin gündən başlayaraq günəş torpağı daha çox qızdırmağa başlayır. Üçüncü çərşənbə yel çərşənbəsidir. Bu çərşənbədən sonra bəzi ağaclar tumurcuqlanır və küləyin hesabına tozlanma baş verir. Və nəhayət dördüncü çərşənbə ilaxır çərşənbə adlanır. Çox adam var ki, deməli, axırıncı çərşənbəni, yəni bayramdan daha önəmli şəkildə qeyd edir, xüsusilə qeyd edir. Dördüncü çərşənbədə ilaxır çərşənbə, yəni ilin ən sonuncu bayram çərşənbəsidir. Torpaq çərşənbəsi adlanır bu çərşənbə və bundan sonra insanlar nə edir? Əkin işlərinə başlayır. Düzdür, Bakıda yaşayaraq bu şeylərdən biraz uzaqdayıq, əkin işlərinə başlanılır, nə edir, biz bunları görə bilmirik. Ancaq yəni normalda bu belədir.
bu da. Yəni tarixi adət-ənənəmizə uyğun olaraq keçirilir. Boş-boşuna, yəni bunları, bu çərşənbələri ad qoymamışıq, boş-boşuna qeyd eləmirik. Novruz elimizin əziz bayramıdır. Bütün evlərdə süfrə açılır, şirniyyatlar bişirilir, səməni qoyulur, hamı bir-birini təbrik edir, qonaq gedir, hədiyyə verir, küsülülər barışır. Tarixən belə olub, kaş ki, həmişə də bu adət davam edir. Çox gözəl bayramdır. Novruz bayramı olanda mən çox sevinirəm, özümü çox xoşbəxt hiss edirəm. Yəni digər bayramlardan daha çox xoşbəxt hiss edirəm özümü. Və elə evlər var ki, səməni qoymur, sadəcə səmənini alırıq hal-hazırda. Amma süfrələr açılır, şirniyyatlar bişirilir hər zaman, hər kəsə qismət olsun təki bu bayram süfrələri. Novruz bayramında gənclər və uşaqlar papaq atmaq, qulaq falına çıxmaq, yumurta döyüşdürmək, yallı getmək, tonqalın üstünə tullanmaq kimi adətləri yerinə yetirməklə əylənirlər. Düşünürəm ki, Bakıdan çox rayonlarda daha yaxşı, daha maraqlı keçirlər bu bayram. Məsələn, qulaq falına çıxmaq indi hal-hazırda demək olar ki, qalmayıb artıq, yoxa çıxıb bu adətimiz, amma çox yaxşı olardı ki, çox təəssüf ki, qalmayıbdı. Yəni yaxşı olardı ki, bu adətlərin hamısı davam etdirilsin. Yumurta döyüşdürmək yəqin ki, qalar, bu adətimiz var. Yallı getməkdir, tonqalın üstündən tullanmaqdır. Bunlar çox gözəl adətlərimizdir və çalışaq ki, adətlərimizi qoruyaq, adət-ənənələrimizi qoruyaq. Bu da bayramdan bir fotoğrafdır, şəkildir. Burada gördüyünüz kimi tonqal, böyük tonqal qalanıb və ətrafda hamı tonqalın ətrafında yığışıblar. Digər şəkildə rəqs edirlər, yallı gedirlər. O da bizim belə deyək də rəqs növlərimizdən biridir. Bu da gördüyünüz kimi süfrələr qurulur, şirniyyatlar bişirilir, yəni şamlar yandırılır. Yəni əvvəllər necə edirdik? Yəni düzdür, indi son vaxtlar yoxdur demək olar ki, amma əvvəllər hər kəsin, ailədə neçə nəfər var, hərənin adına bir şam yandırılırdı. Axırına qədər, yəni sönənə qədər gözləyirdik. Kimin şamı daha tez sönəcək, kiminki gec sönəcək, kim daha uzun ömürlü yaşayacaq deyə belə yəni düşüncələrimiz var idi. İnşallah ki, yəni daim yaşasın bu düşüncələr, bu adət, bu ənənə. Deməli, keçək suallarımızın cavabına baxaq. Novruz bayramı yenə də sizə artıq dərəcədə dönə-dönə xahiş edirəm ki, sualların cavabını çalışın, birinci özünüz yazın. Bu suallara əminəm ki, mənim dərsimi qulaq asmağa belə ehtiyacınız yoxdur. Sadəcə maraqlı olsun, əyləncəli olsun deyə bərabər dərs keçə bilərəm. Bu dərsimizin suallarını bərabər cavablandıra bilərik. Ancaq bilirəm ki, bu bizim ənənəvi bayramımızdır və hər birimiz o sualların cavabını şərtsiz, şübhəsiz ki, bilirik. Və gözəl bir fonla, gördüyünüz kimi fonu dəyişdirmişəm, maraqlı etmişəm bayramımızın şərəfinə. Novruz bayramı xalqımız üçün hansı məna kəsb edir? Novruz bayramı yaz bayramıdır. Novruz bayramını yaz, bahar bayramı olduğunu, həmin gün gecə gündüzün bərabər olduğunu, Novruzdan sonra havaların isindiyini yazmaq olar. Xalqımız bu bayramı böyük coşqu ilə qeyd edir və bütün evlərdə bayram şənlikləri qeyd olunur deyə yaza bilərsiniz. İkinci sualımızda uşaqlar, insanların sosial həyatında bu bayramın hansı rolu var? Gözəl sual. Deməli, Novruz bayramında küsülülər barışır, insanlar xüsusən uşaqlara təzə geyimlər alınır, qonşular, qohumlar bir-birlərinə qonaq gedir, papaq atda olur, evlərdə süfrələr açılır, iş yerlərində, məktəblərdə bayram tədbirləri keçirilir və hamı sevinir. Növbəti sualımıza baxırıq. A şəklində bayram süfrəsi əks olunmuşdur. Süfrəyə qoyulan nemətlərin hansı məna daşıdığını. İndi burada müzakirə etmək deyil. Yəni hər biriniz öz fikirlərinizi deyə bilərsiniz. Bayram süfrəsində olan nemətlər müəyyən məna daşıyır. Onu fərdi olaraq evdə soruşub cavab verə bilərsiniz istəsəniz. Və yaxud da səməni yazı, yaşıl taxılı bildirir. Su aydınlıq, paklıq rəmzidir. Şam işıqlı günlərdə, şəkərbura ay formasını, qoğal günəşi əks etdirir, paxlava fəzanı, yumurta bolluq rəmzidir. Novruz süfrəsində S hərfi ilə başlayan 7 nemətin olması da ənənədir. Bilirik ki, səməni, su, süd, sümbül, sirkə, sumaq, səbzi bunlar S hərfi ilə başlayan 7 nemətin olması da bir ənənədir, bir adətimizdir. Dördüncü sualda uşaqlar B şəklində təsvir edilən adətdə iştirak etmişsinizmi? Bu adətin mənasını müzakirə edin. Deməli, B şəklində böyük bir tonqal və ətrafında insanlar təsvir edilmişdir. Tonqalın yandırılması da qədim türklərdən qalan adətdir. Onlar dəmiri əritmək üçün iri tonqal yandırır və üzərində tullanaraq ağırlıqlarını oda tökürdülər. Bilirəm ki, yəni tonqaldan tullanarkən o sözləri hər birimiz işlədirik. Ağırlığın, uğurluğun odda yansın deyə belə bir sözlər işlədirdik. Yəni bütün ağırlığımız, dərdimiz, qəmimiz hamısı odda yansın
növbəti aya, yəni yaza, yaya, növbəti günlərimizə keçməsin, yəni mənasında, anlamında son, yəni qayğımız olsun. 5-ci sualımızda C təsvirində hansı rəqs təsvir edilmişdi? Bu rəqsin insanların sosial həyatına təsirini qiymətləndirin. Deməli, Bakıda Çərşəhərin Qoşaqala qapısı qarşısında yallı gedən insanların bayram rəqsi təsvir edilmişdi. Yallı qədim dövrlərdən qalan bir ənənədir. Toylarda mütləq yallı gedilir. Yallı fərdlər arasında sosial əlaqələrin ən güclü olduğu rəqslərdən biridir. Hətta bir-birini yaxından tanımayan insanlar belə neynir? Əl-ələ, qol-qola girərək rəqs edir və şənlənirlər. Bu da bizim adətimizdir. Çalışın bu adətlərimizi davam elətdirin. Gələcək nəsillərimizə mütləq bu adətləri çatdıraq. Dəyərli abituriyentlər, 6-cı sinif olsanız da siz hər biriniz bir şəxsiyyətsiniz. Siz inanıram ki, dediklərimdən nəticə çıxaracaqsınız. Və 6-cı sualda mətndə yazılan hansı əyləncələrdə iştirak etmisiniz? Bu zaman hansı hissləri keçirmisiniz? Şəkillərdə tonqal üstündən hoppanmaq, yallı getmək adətləri, mətndə isə papaq atmaq, qulaq falına çıxmaq, yumurta döyüşdürmək adətləri yazılmışdı. Bunları yəni qeyd edə bilərsiniz. Hansılardan keçmisiniz, hansı əyləncələrdə iştirak etmisinizsə, öz hisslərinizi, hansı hissləri keçirmisiniz, onları deyəcəksiniz. Yəni çətin bir sual deyil. Özünüzü necə hiss edirsiniz bu hallarda? Mən şəxsən yenə deyirəm, özümü çox xoşbəxt hiss edirdim. Yəqin ki, sizə də təsiri var bu adətimizin, bu ənənələrimizin. Qulaq falına çıxmaqdır, papaq atmaqdır, yallı getməkdir. Qulaq falına çıxırdıq, orada görürdük, yəni eşitdiklərimizə əsasən özümüzə fal düzənləyirdik. Gələcəkdə hansı hadisələr yaşanacaq, nə edəcək. Onlar da sadəcə həyatın maraqlarından biridir. O demək deyil ki, hər birisi doğrudur, nə eşitdiksə o da olacaqdı, amma sadəcə bir ənənə kimi, adət kimi, bir maraq kimi də həyatımıza bir maraq qatırdıq. Çalışın sizlərdə də olsun belə bir şeylər. Hər birinizi çox sevirəm, hər birinizə uğurlar arzulayıram. Kimlərin adını çəkmədimsə kanalımda, bu dəfə çəkmədimsə, gələn dəfə mütləq çəkiləcək. Özdə ilk başlarda yazılacaq. Hər birinizi sevirəm, ayrı seçkilik etmirəm qəti şəkildə. Məni də anlayın ki, mənim də vaxtım olmur. Həm məktəbdə dərs deyirəm, həm kursda, həm belə yəni sizlərlə də dərs bölüşürəm, paylaşıram. Vaxtım olmur. Onu da yəni nəzərə alın. Gördüyünüz kimi yuxarı siniflərə heç material hazırlayıb paylaşa bilmirəm. Bilirəm ki, 6-cı siniflərin mənə daha çox ehtiyacı var. Dərslikdə bəzən çətin hallar olur. O çətin sualları cavablandırmaq üçün, anlaşılmaz olan şeyləri yəni izah etmək üçün, başa salmaq üçün buradayam. Sizlər mənə dəstək olursunuz, mən də sizlər üçün dəstək olacağam hər zaman. Belə.